Hamıya salam. Bugün sizə yeni bir mövzu haqqında danışmaq istəyirəm. Bu mövzu haqqında videoları silsilə şəklində çəkəcəm və inşallah bir playlist şəklinə salacağım ki, ard-arda izləyə biləsiniz. Əgər ki maraqlı olsa. Bu videoya da heç bir hazırlıq görməmişəm. Spontan bir şəkildə danışacağım. Yəni könlümdən keçənləri deyəcəm. Amma müəyyən bir əsas bir fikir var, onun ətrafında danışacağım. Ola bilər cümlə qurmasında xətaya yol verə bilərəm. Buna görə öncədən üzr istəyirəm. Sizinlə danışmaq istədiyim mövzu sözlər barədə. Hansı ki, özümə verdiyim sözlər. Bunların sayı 36-dır və bugün onlardan birincisi haqqında danışmamışdan öncə ümumi məlumat vermək istəyirəm. Bu 36 söz nədir? Mənim xarakterim biraz qarşı gələn xarakterdir. İnatcıl xarakterdir. Ona görə də özümü tanıyandan müəyyən şeylər üçün mübarizə aparmışam. 2021-ci ilə qədər özüm tək mübarizə aparmışam. Səhv, düz. Görmüşəm ki, alınmayıb. Alınsa belə onun mənə xeyrini görməmişəm. 2021-ci ildən sonra doğru yolu tapmışam. Doğru yolu tapdığım halda belə, ondan sonra belə səhvlər etməyə başlamışam. Yəni düzgün yolda nişanlara, işarələrə fikir verməyərək qayda pozuntusu eləmişəm. Çoxlu sayda, yəni sayın dəqiq deyə bilmərəm. Amma müəyyən zaman aralıqları ilə öz yaşantımdan bezmişəm. Yəni düşünmüşəm ki, bu səhvi mən edirəm, bu mənə narahatçılıq verir. Mən artıq bu səhvə qayıtmamalıyam. Və qayıtmamaq adına 36 söz yazmışam. Dəqiq yadıma gəlmir. Çünki bu bloknot mənim ən köhnə bloknotlarımdan biridir və burada ilk tarix 2023-cü il sentyabrın 17-sidir. Amma mənim hidayət olunduğum tarix isə 2021-ci ildə. Səhv eləmirəmsə mən 2021-ci ildə başlamışam bu bloknotu yazmağa. Və bu bloknotu yazarkən gün ərzində etməli olduğum şeyləri yazırdım və qarşısına çıx qoyurdum. Etdikdən sonra üstəgəl qoyurdum. Hal-hazırda ümumən baxsam, mənfilərin sayı daha çoxdur. Və bu 36 sözü Allahın qanunlarına və öz həyatıma uyğunlaşdıraraq yazmışam. Və inanıram ki, bu sözlərə əməl etsəm, bu dünyada da, o dünyada da uğur qazanacağam. Yəni buna inanıram. Amma tam əməl etmək bacarığında hələ ki deyiləm. Yəni xırda-xırda müəyyən periodlarla əməl etdiyimə görə hal-hazırda bu vəziyyətdəyəm. Yəni sağam, yaşayıram, müəyyən kiçik, çox xırda uğurlar qazanmışam. Yəni verdiyim sözlərin çox az bir hissəsinə əməl edərək. Hal-hazırda isə bu sözlərə tamı-tamına əməl etmək istəyirəm və 36 sözün birinci sözündən başlayacağam. Və hansı sözlərə ki əməl edirəm artıq, həyatıma tətbiq etmişəm, onları video şəklində çəkəcəm və sizinlə bölüşəcəm. İnşallah ki faydalı olar. Çünki xatırlatmaqda həm sizin üçün, həm də mənim üçün fayda vardır. 36 sözdən birinci sözü sizinlə bölüşmək istəyirəm. Bu tez durmaqdır. Mən bunu tez durmaq kimi qeyd etmişəm. Əslində daha mədəni şəkildə desək, tez oyanmaq, erkən oyanmaq. Onu da qeyd edim ki, mən imanlı biriyəm. Yəni Allah
inancım var. Digər inancları qəbul etmirəm. Tək bir Allaha inanıram. Mənim üçün tez oyanmaq sübh namazına oyanmaqdır. Və günün başlaması da sübh namazının vaxtının bitməsindən sayılır. Çünki o vaxt günəş artıq üfüqdən çıxır. Və siz namaza oyanmayıb, günəş çıxan vaxt yatağınızdan qalxıb işinizə atılsaz, ümid olunur ki, müəyyən bir uğur qazanacaqsınız bu dünyada. Amma namaz qılaraq yuxudan oyansaz və günəş çıxdıqdan sonra yenidən yatmasaz və xeyir əməllər görsəz, həm bu dünyada, həm o dünyada da uğur qazanacaqsınız. Mənim yazdığım bu 36 söz sıradan insanlara aid deyil. Onlar bunu etməkdə çətinlik çəkəcəklər. Həm bunu etməkdə, həm bunu dərk etməkdə. Bu 36 söz uğur qazanmaq istəyən insanlara aiddir. Tez oyanmaq çox gözəl bir vərdişdir. İlk öncələrdə bu çətin ola bilər, daha sonra isə sizdə bu mütəmadi bir hal aldıqdan sonra siz artıq budilnikdən əvvəl duracaqsınız. Və düşünün ki, siz günəş çıxdıqdan sonra hələ də yatırsınız saat 10-a 11-ə kimi və gününüzün çox hissəsi demək olar ki, yatmaqla keçdi. Və siz yuxudan ayılana, yemək yiyənə, özünüzə gələnə artıq növbəti gecəni qarşılayırsınız. Və bu şəkildə davam edən həyat çox sıxıcı olar. Və müəyyən yerdən, müəyyən mərhələdən sonra artıq gec durmaqların qarşısını almalısınız. Bunun üçün ilk öncə yuxu rejiminizi nizama salmalısınız. Və verilən sözləri heç bir halda pozmamalısınız. Heç bir halda. Nə bayram günlərində, nə kiminsə ad günündə, heç bir halda. Çünki heç bir insan sizə düşdüyünüzdə tamı-tamına kömək eləyə bilməyəcək. Müəyyən yerlərdə kömək eləyə bilərlər. Amma tam olaraq sizə heç kim kömək eləyə bilməyəcək. Hər insan öz həyatını yaşayır. Mən sinif yoldaşlarımla müəyyən bir həyatın müəyyən bir hissəsini keçirmişəm. Qrup yoldaşlarımla keçirmişəm. Əskər yoldaşlarımla keçirmişəm. İş yoldaşlarımla keçirmişəm. Hal-hazırda mənim yanımda kim var? Kimi görürsünüz? Heç. Yəni insanın yanında heç bir insan tamı-tamına olmur. Hər bir insan öz günahı ilə yüklənəcək. Siz dünya həyatını qazanmaq istəyən insanlara, məşhur insanlara baxsaz, görərsiniz ki, onların da həyatında tez oyanmaq mühüm yer tutur. Məşhur sözünü daha da açıqlasaq, dünyaya hökmranlıq etmək istəyən insanlar, öz sərvətini qorumağa, öz hökmranlığını qorumağa çalışan insanları nəzərdə tuturam. Düzdür, bəzi insanlar müəyyən insanların əli ilə insanlara məşhur biri kimi göstərilir. Onları saymıram, o haqda da danışmaq istəmirəm. Çünki video çox uzun çəkəcək. Sizə bir şey də demək istəyirəm. Mən əsgərlikdə olduğum müddətdə bu vərdiş məndə yaranmışdı, tez oyanmaq. Mən orada yəqin bilirsiniz, qalx komandasından həmişə əvvəl oyanmışam. Və orada çoxu buna təəccüblənirdi ki, niyə yatmırsan da? Çünki əsgərlikdə əsas şeylərdən biri də yatmaqda axı yuxudur, əsas problem. Mən isə bilirdim ki, tez oyanmaq daha yaxşıdır. Çünki müşahidə eləmişdim ki, qalx komandası veriləndə hamı key kimi olur. Və sən qalx komandasından sonra artıq sıra baxışına hazır olmalısan. Ayaqqabını təmizləməlisən, geyimini səliqəyə salmalısan, məcburiyyətdən üzünü qırxmalısan. Mən bunların hamısını öncədən eləyib dayanırdım. Və boş qalan vaxtımda da kitablar gətirmişdim, onları oxuyurdum. Bəli. Yəni, yenə qeyd edirəm, bilmirəm, əvvəldə qeyd elədimsə. Yəni, mənim hal-hazırda bu
yerdə olmağımın səbəbi xırda-xırda müəyyən periodlarla bu sözlərə əməl etməyimdir. Mən yenə də deyirəm, bu sözlərə tamı-tamına əməl etsəm, çox böyük uğurlar qazana bilərəm. Eyni də sizdə. Yəni, müəyyən sözləri, bu 36 sözün axırında müəyyən sözləri özünüzə uyğunlaşdırsaz, amma quruluşu, strukturu saxlamaq şərti ilə siz də uğur qazanacaqsınız. Yəni, mən uğur qazanmış biri kimi bunu sizə demirəm. Sadəcə buna inanaraq, 100% inanaraq bunu sizlərlə bölüşürüm. Yəni, belə, bu. Ümumən yekunlaşdırsaq, 36 sözdən birinci sözümüz oldu, tez oyanmaq. Həmçinin bu Azərbaycanda da belə bir deyim var. İndi ikinci hissəsi ilə razılaşmıram bu deyimin. Razılaşmıram deyəndə ki, yəni bizim mövzumuza onun aidiyyatı yoxdur. Tez oyananla tez oyananla tez evlənən qazanar. Bəli, tez oyanan həqiqətən qazanar. İnsan ömrünü yuxuda keçirməməlidir. Boş işlərlə keçirməməlidir. Bu qədər. Özünüzdən müğayət olun. Heç kimə və heç nəyə icazə verməyin ki, sizi doğru yoldan çəkindirsin.